Biraz bu tarafa çək. Bilirsiniz nədən də əslində havada küləkdir, çox küləkdir bura. Təşəkkür edirəm. Ona görə çətdə də problemlər baş verə bilər. Çox pis olsa deyərsiniz, ev yoxdur, dəyişərəm, keçirəm telefonu, heç olmaz. Yəni heç gəlməsə səsim, deyərsiniz, dəyişərəm. Axşamınız xeyir olsun qızlar, hər birinizi salamlayıram, hər birinizə uğurlu, düşərli axşamlar arzu edirəm və hələ ki təbii ki gecə deyil, bol qeydiyyatlar arzu edirəm sizə. Elə olur ki, mən onlayn biznesdə işləyəndə, yəni əvvəllərdən söhbət gedir, hal-hazırda yəni olur təbii ki. Axşamları qeydiyyatlarım daha çox olurdu, axşamları daha yaxşı işləyirdim, nəinki yəni gün ortaları, bilirsiniz gün ortaları işlər falan çox olur. Bunun üçün də mən düşünürəm ki, ən yaxşı ideal saat elə axşamları çalışmaqdır. Donsa eləsə xəbər verərsiniz qızlar, zəhmət olmasa. Deməli, bugünkü mövzumuz bir çox xanımların deyərdim ki, yaralı yeridir. Yəni əvvəllər məsələn məndə də elə olub. İndi hal-hazırda mənim ən çox demək olar ki, ən professional şəkildə bacardığım bir mövzudur ki, əvvəllər hansı ki mən də əvvəllər yəni bu mövzuda çox çətinlik çəkmişəm. Həqiqətən də yəni çox çətinlik çəkmişəm, amma zamanla təbii ki bu mövzunun və bu zəifliyimin üzərində işləyə-işləyə artıq belə deyim də bu əksikliklərimi, hansı ki o zəif nöqtəm var idi ki, onları artıq hər birini geridə qoyub aşmışam. Təbii ki bu aksaqlıqlar, hansı ki çətinlik çəkdiyimiz xüsusilə də mövzular var ki, onların üzərinə getdikcə, yəni onların üzərində işlədikcə təbii ki biz artıq başlayırıq professional. Təbii ki, yəni birdən-birə heç kəs gəlib burada professional olacaq deyə bir şey yoxdur və gələnlərdən də təbii ki bunu ilk başda yəni gözləmək mümkün deyil. Ümumiyyətlə onlayn biznesinin hansı ki belə deyim də bizim şirkətimizin müxtəlif növ qazanc planları var. Daha çox xanımların bugünkü gündə daha çox istədikləri, daha çox belə deyim qazanmaq istədikləri qazanc planı hansı ki axşamınız xeyir olsun. Qazanmaq istədikləri hansı ki belə deyim də biznes üzərindən çalışmaqdır. Biznes qazanc planı üzərindən çalışmaqdır və bunun üçün də əsas məsələ komanda toplamaqdır. Çox xanımlar demək olar ki 90% xanımlar İndi başlamışıq, narahat olmayın, xeyr xanım. %90 xanımlar demək olar ki, bu mövzularda çox çətinlik çəkirlər və yaxud da %90 xanımlar bu mövzularda çətinlik çəkdikləri üçün bir müddət onlayn biznesə gəlirlər və o bir müddətdən sonra artıq onlayn biznesdən ayrılmaq məcburiyyətində qalırlar ki, mən burada bacarmıram, mənim üçün çox çətindir, mən dəvətlər eləyə bilmirəm, dəvətlərdə çətinlik çəkirəm və yaxud da mənim ətrafım yoxdur. Bu kimi təbii ki təşəkkür edirəm. Təbii ki çətinliklər çəkirlər. Bu normaldır. İnanın mənə ki, bəzən elə düşünə bilərsiniz ki, siz bax burada yeni qızlarımız da var, mənim komandamdan və ya da sizin komandanızdan yeni qoşulan qızlarımız var. Düşünə bilərsiniz ki, mən biz bunları keçməmişik, yəni bu yolları keçməmişik. Təbii ki biz də bu yolların hər birini keçmişik. Biz də türklər demiş bu yolun başında pes edənlərdən olsaydıq, yəni bir dənə uğursuzluq yaşayan kimi artıq çıxıb getməyə qərarı alsaydıq, mən şəxsən özümdən deyirəm ki, mən bugünkü gündə bu gün ay olmazdı və yaxud da bu qazancları qazanmazdım təbii ki. Yəni çıxıb getməyə, hər şeydən belə tez əl çəkməyə, hər şeyi yarıda qoyub getmək həqiqətən də çox asandır və onu hər kəs bacarır. Bizə isə lazım olan, məsələn mən özümə görə deyirəm, özümdən danışıram. Niyə görə məsələn bu asan bir şeydir də, bunu hamı bacarır. Mən niyə görə onu eləməliyəm ki? Mən çoxunun bacarmadığını bacarmaq istəyirəm. Hansı ki bu qazancları qazanmaq istəyirəm. Axşamınız xeyir olsun Çinar xanım. Hansı ki bu qazancları qazanmaq istəyirəm. Çünki mənim özümə görə məqsədim var. Kimsə nə vaxtsa gətirib mənə o pulları verməyəcək ki. Və yaxud da kimsə nə vaxtsa gətirib sənə bu lüks həyatı vermir. Lüks deməyim, hələ ki normal bir həyat, yəni sənin istədiyin bir həyatı sənə verməyəcək. Bunu sən özün eləməlisən. Sən özün öz həyatını dəyişməlisən. Ümumiyyətlə xüsusilə də bir qadın olaraq hər bir qadınlara arzu edirəm ki, hər zaman yəni öz ayaqları üzərində dursunlar. Nə qədər yaxşı yoldaş olur olsun, nə qədər yaxşı ana, ata, övlad fərqi yoxdur. Hər bir qadın təhsilindən asılı olmayaraq, yəni təhsili olduğu və yaxud da olmadığı hər zaman öz ayaqları üzərində durmalıdır və xüsusilə də bizim şirkətimiz, bizim işimiz elə bir işdir ki, burada sizin üçün təhsil önəmli deyil. Bəli, təhsil önəmli deyil. Yəni burada sizə diplom istənilmir və yaxud da hər hansı bir peşə istənilmir. Siz sadəcə burada peşənizi gəlib sıfırdan öyrənirsiniz və düşünmürəm ki, hər hansısa bir xanım bu işi öyrənə bilməsin. Hansı ki öyrənməyənlər də var. Mən onları tənbəl xanım kimi adlandırıram. Həqiqətən də yəni özünü işə verməyən, özünü belə deyim də özünə ağırlıq. Əslində ağırlıq deyəndə biz burada böyük bir yük daşımırıq. Yeri gələndə həqiqətən də bizim işimiz o qədər asan bir işdir ki, sadəcə belə deyim də bilirsiniz necədir? Bir şey var ki, belə deyim də bir şey gəlir sənə. O gələn şeyi sən yaxşı tərəfində görməlisən. Çoxumuz 90% xanımlar pis tərəfinə qaçırıq. Ay mən yazıram, mənə heç kim cavab vermir. Ay mənim nə bilim Instagramım bağlandı, bloklandı. Xüsusilə bu neçə günlərdə bilirsiniz ki, ən çox problemimiz bunlardan ibarətdir ki, Instagramım bloklanıb, ay mən hardan işləyəcəm, mən belə, mən elə 100 dənə bəhanə gətirirlər. Vallahi inanın ki, bu gətirdiyiniz bəhanələr var ha. Bunun heç kimə aidiyyəti yoxdur. Yəni ona görə birinci özünüzə edirsiniz. Yəni nə edirsinizsə, özünüzə edirsiniz. Vallahi yəni mənə də heç nə eləmirsiniz, rəhbərinizə də heç nə eləmirsiniz, özünüzə edirsiniz. Sabah birisi gün bu işdən, hansı ki sizlə bərabər bu yolda gedən xanımlar var ha, sabahsı gün bir də gözünüzü açıb görəcəksiniz ki, onlar qazanırlar, siz qazanmırsınız. Bəli, onlar qazanırlar, siz qazanmırsınız. Kim itirdi burada? Təbii ki sən itirdin. Çünki sən gedirsən. Əlbəttə ki, işləmək istəyən bir xanım üçün heç vaxt hər hansısa bir şey bəhanə ola bilməz. Bu məndə də olub ha. Yəni mən ilk dəfə təzə gələndə onlayn biznesə, insan yeni olursan da, yəni mən bugünkü gündə o xanımları qınamıram. Çünki amma hansılar ki qınayıram, təbii ki daha tez motivasiyadan düşənləri, daha tez işdən soğuyanları, belə deyim, xüsusilə də onlayn biznesdə çalışır. Məsələn, yeniləri başa düşmək olar əslində. Amma xüsusilə də onlayn biznesdə çalışıb, potensialı olub və o potensialından istifadə etməyib, çəkilib qıraqda duran xanımları mən heç vaxt başa düşmürəm və də başa düşməyi belə istəmirəm doğrudan da. İnsan var ki, onda potensial yoxdur.
insan da var ki, onda potensial var və sadəcə o potensialı oyatmaq lazımdır. Mən məsələn, bugünkü gündə özümə baxıram, deyirəm ki, düşüncələrim, belə deyim də, danışıq tərzim, nitqim, ümumiyyətlə işləmək qaydam, liderliyim, hər bir şeyim fabellik sayəsində yəni dəyişilib də. Biraz motivasiyadan danışarsa, indi keçəcəm mövzumuza. Məsələn, mən 2021-ci ildə, yox, 2022-ci ildə qoşulmuşam onlayn biznesə. O illərdə qoşulan Günay ilə indiki Günay arasında nə qədər fərq var, inanın mənə. Onda çox belə utancaq, qorxaq, sözünü deyə bilməyən, hər şeylə razılaşan, özünü unudub qarşıdakını düşünən bir Günay idi. Yəni qoy filan kəs üçün daha yaxşısı olsun, eybi yoxdur, mənim üçün pis olsa da olar. Yəni mən əvvəl bu idim. Amma sonralar artıq başladım. Mən hər zaman da deyirəm, bu gün də deyirəm ki, hər kəs fabellikə fərqli məqsədlərlə qoşulub. Demək olar ki, 90% xanımlar, hətta 97% xanımlar qazanc üçün qoşulublar. Təbii ki, yəni bura qazanc pul qazanmağa gəlmişik də, düzdürmü? Amma bəlkə də mənim məqsədim, mənim istəyim hər kəsdən fərqli olur. Bəlkə də kimsə də mənimlə eyni bölümdə tərzdə ola bilər, eyni düşüncədə ola bilər. Mənim fabellikə qoşulmağımdan məqsəd nə pul olub, nə hədiyyə. O kimsə bax görürsüz deyirlər ki, mən hədiyyə almaq üçün qoşulmuşdum, gəldim burada direktor oldum, və ya da özümə məhsul almaq üçün qoşulmuşdum, gəldim burada direktor oldum. Mənim burada fabellikə qoşulmaqda ən böyük məqsədim olub ki, həyatımın ən çətin dövrlərində, ailə həyatımın ən çətin dövrlərində düşündüm ki, mənə təsəvvür edin, evdən çölə çıxmağa yoldaş icazə vermir, gedib hardasa işləyə bilmirəm. Belə pis masasını tutalım ki, kontaktında olan tanışlarımdır, podruqalarımdır. Bunlarla gün ərzində maksimum nə qədər danışa bilərsən ki, yarım saat danışırsan, söhbətləşirsən, ən azından nə bilim, birdən ikdən dərdini bölüşürsən, bilirsən, helirsən, septarı getdi. Sağollaşırsan, bitdi, hə? Mən bir gün oturdum, düşündüm. Mənə təkliflər çox gəldi əslində onlayn biznesə qoşulmaq üçün. Əslində tərəddüdlərim də vardı, qorxularım da vardı, normal şeydir. Çünki heç vaxt qatılmadığım, ümumiyyətlə anlaşıb olmadığı bir sahə idi. Yəni gedib birdən-birə bu sahəyə yiyələnmək mənə biri var ki, bu işə elə belə baxın, məsəl üçün də elə belə baxın. Yəni əşi gedib qoşulum, alınmaz. Amma yox, mən gəldiyim gündən bəri fabellikə, ümumiyyətlə onlayn biznesə çox ciddi şəkildə yanaşmışam. Sanki dövlət işinə girirəm. Həqiqətən, yəni çox ciddi şəkildə yanaşmışam və bura gələndə hansı qayalarla üzləşəcəyimi, məni nələr gözləyəcəyini və mənim vəzifələrim nələr olduğunu artıq bilirdim. Çünki çevrəmdən görürdüm axı ki, yəni onlar nə cürə işləyirlər və mən də o cürə təbii ki, mən qazanmaq istəyirdim, mən də o cürə çalışmalıydım da. Mən onlarda fərqli tərzdə çalışa bilməzdim ki. Mənim bura gəlməkdə ən böyük məqsədim nə pul olub, nə para olub, nə hədiyyə, nə isə qazanmaq yox. Mənim həyatımın ən çətin dövrlərində sadəcə mənə dedim ki, birisi necə, biri var ki, evdən çölə çıxa biləsən, rahat şəkildə gedəsən məsələn hər hansı bir tanışlarından, podruqalarından və ya da qohumlarla, bibi qızları, əmi qızları, məsəl üçün deyirəm də, oturasan bir ortamda, danışasan, deyəsən, güləsən, başın qarışır. Amma bir də var ki, sən heç yerə çıxa bilmirsən. Evin içində 2 dənə körpə uşaq, birinin 3 yaşı var, biri 2 aylıq, çox çətin bir yəni dövrlükdə həqiqətən mənim üçün o keçdiyim o dövrlər uşaqlara görə deyirəm, ümumiyyətlə yəni ailəmə görə deyirəm ki, yəni çox çətin dövrlərdən keçirdim və mən fabellikə qoşulmaqdan məqsədim olmuşdu ki, sadəcə xanımların arasına daxil olum, onların səslərini dinləyim qruplarda və onlardan özümə belə necə deyim, bax orada deyəcəm də, yəni onların arasına daxil olum, onların səslərini dinləyim, öz problemlərimi kənarda unudum. Yəni kənarda qoyum. Ən azından gündə bir 3 saatda varsa, 4 saatda varsa öz problemlərimi unudum. Yadıma düşməsin. Çünki baxırdım ki, problemlər gəldikcə özüm Allaha qurban olum. Yəni problem gələndə arxası kəsilmir. Elə Allah insana belə deyim də sınav verir və dalbadal verir bu sınavları ki, görüm sən bu sınavdan necə keçirsən. O sınavlar dalbadal gəldikcə istər-istəməz mənə böyük bir travmalar yaşadırdı da, təsəvvür edin. Amma mən fabellik sayəsində bu travmalarımın hər birini kənarda qoymuşam. Bugünkü gündə belə deyim də ətrafımda olub, qızlar olub, tanışlarım olub, deyiblər ki, məsələn sən bu boyda şeyləri yaşamısan, necə bu qədər pozitiv şəkildə düşünə bilirsən, danışa bilirsən, necə belə ayaqda dura bilmirsən? Tempoyla bilirsiniz necədir? Adama ən çox pis təsir edən nədir? Biri var ki, bu şeyləri 40 yaşında yaşayasan, da yəni artıq bir yaşın olub da, yəni yaşın, yaşanmışlıqların olub, belə deyim də, həyatdan dərsini almısan, yaşamısan, artıq sən nəyisə bilirsən. Biri var o yaşlarda yaşayırsan, biri də var ki, sən 20'li yaşlarında çox gənc bir ana bu kimi çətinlikləri yaşayırsan. Fabellik mənim üçün çox böyük bir açıq, belə qapılar açır da mənim üçün. Deyim ki, biznes sahəsində o cəhətdən demirəm ha, sırf özüm cəhətdən deyirəm ki, məni çox dəyişdi həqiqətən də fabellik və bilirsiniz əslində fabellik bugünkü gündə bir çox xanımların həyatında var. Mənim digər xanımlardan, hansı ki o tənbəl xanımlar deyirəm, onlardan fərqim bilirsiniz nə oldu? Mən özümü dəyişdim. Mən də o xanımlar kimi dəqiqə başına məsələn evimin problemlərini dilə gətirsəydim, nə bilim, də yəni hər şeyi böyütsəydim, mən bugünkü gündə özümü təkmilləşdirə bilməzdim. Və mən artıq bura gələndə mən özüm üçün bir yol seçdim. Mən özüm üçün bir yol seçdim və dedim ki, Günay, sən buraya gəlmisənsə, sən burada nəsə eləməlisən. Ya bir dəfə məsələn getməlisən, ya da nəsə eləməlisən, qalıb nəsə eləməlisən təbii ki. Və başladım artıq özümü atdım iş həyatına. Təsəvvür gəldim, qruplarda xanımlar səs atırdılar, səslərini heç birini qaçırmırdım da. Çünki məsələn hər hansı bir qarşı tərəfdəki bir xanımın dediyi bir cümlə, təlimlər və yaxud da nə bilim bir gülüş, maraqlı bir nəsə gülməli nəsə danışırsa deyirsə, bu mənə çox yaxşı təsir edirdi. Yenə də deyirəm, mən kənardakı problemlərimi unudurdum. Səsim gəlir qızlar, qırılmır. Donur səsim. İnternetlə əlaqəlidir, əslində küləkdir deyənə ona görə. Yəni mən bura fabellik sayəsində həqiqətən də mən həyatımı dəyişmişəm. Pul barəsində həyatımı dəyişməmişəm, özümü dəyişmişəm, özümü tapmışam, özüm olmuşam, yəni öz Günay olmuşam, yəni mən istədiyim Günay olmuşam və başlamışam təbii ki özümü təkmilləşdirməyə. Heç vaxt belə kör-körənə şəkildə işləyim, gedim, qazanıram, əşq qoyum bir qırağa. Yəni elə düşünməmişəm əslində. Fərqli düşünmüşəm, həmişə istəmişəm ki, yəni 10 dənə məsələn xanım varsa 10 dənə xanımdan fərqli tərzdə çalışım. Onlardan məsələn ikisi fərqlidirsə, o fərqlilərdən biri mən olum. Özümə uyğun çalışma tərzim olsun, danışıq, liderlik. Xüsusilə də bugünkü gündə yeni gələn xanımlara da ki sözüm, çalışın ki qarşınıza çıxan hər bir fürsəti mütləq şəkildə yararlanasınız. Yəni hər bir fürsətdən mütləq şəkildə yararlanasınız.
Çünki o fürsətlər bugünkü gündə bu sizin qarşınıza gələn fürsətlər var. Sabahsı gündə bunlar heç vaxt bir də qarşınıza çıxmayacaq, bir də olmayacaq. Ona görə qarşınıza çıxan hər bir fürsətdən mütləq şəkildə çalışın ki, yararlanasınız. Bir dəqiqə qızlar, gözüm bağlantımı bir dənə düzəldim. Plus da külək var, plus da kompüterdən boş olmuşam. Biraz problemlər olur. Yenə donur, bir dənə deyərsən. Donur səsim. Gözləyin.